Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Misya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi planlı şəkildə davam etdirilir. Bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə, 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə, 68 nəfər köçürülüb. Beləliklə bu köç prosesinə daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə, Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə köçürülüb. Quru qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub. Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib. Vəkillərə şad xəbər, onlara dövlət hesabına ödənilən hüquqi yardımın məbləği artırılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla dövlət hesabına ödənilən hüquqi yardım məbləği 1 saat üçün 6 manatdan 11 manatadək artırılıb. Bakı şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin monitorinq qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən Xəmsə, Ağçiçək, Afrodita Palace, Arzu, Şahzadə, Leyla Plaza, Kolisa Hall, White Palace, Qızılqaya, Golden Baku, Bakı Castle, Qəbələ Xanlar, Xankəndi, Çətir, Alaçatı Mod, Kafe Faiq, Tovuz Mangal, 3 mərtəbə, Sunrise Şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanuna müvafiq tədbirlər görülür. ABŞ prezidenti Donald Trump bu həftə Ukraynada sülh prosesindən geri çəkilə bilər. Bu, Avropa və Ukrayna rəsmilərini narahat edir. Bu barədə Financial Times qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ nümayəndələri ilə son danışıqlardan sonra Avropa və Ukrayna rəsmiləri minimum irəliləyiş əldə olunarsa, Vaşinqtonun münaqişənin həlli cəhdlərində iştirakını dayandıracağından ehtiyat edirlər. Mənbənin sözlərinə görə Amerika rəsmiləri Ukrayna ilə bağlı danışıqlarda ciddi irəliləyişin olmamasından narahatdırlar. Bu baxımdan Vaşinqton Donald Trumpın müəyyən etdiyi ciddi müddətlərə cavab verəcəyi həll yolları axtarır. Qeyd olunub ki, bu yanaşma ABŞ-nin nizamlanma prosesində iştirakının tez bir zamanda dayandırılmasına səbəb ola bilər. Gəncədə qətl hadisəsi baş verib. APA xəbər verir ki, hadisə söyüş üstə baş verib. Belə ki, qətlə yetirilən 30 yaşlı Eyyub Talıbov tanışı 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb. Məlumata görə hadisədən əvvəl tərəflər arasında mübahisə düşüb. Onların dost olduğu bildirilir. Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. 30 yaşlı Eyyub Talıbov və 31 yaşlı Osman Nağıyev bıçaqlanma ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Eyyub Talıbov xəstəxanada ölüb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Bugün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günündə Fransanın PSG klubu İngiltərədə Arsenalın qonağı olacaq. Maç Bakı vaxtı ilə saat 23-də start götürəcək. Komandalar arasında cavab maçı isə mayın 5-də Parisdə baş tutacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.